Meşədən yığılan meyvə, gilə meyvələr və otlar var ki, bazarda da buna rast gəlmişik ki, hansısa bir xanım ya bəy bunu adi kloklara doldurur və torbalara doldurur və bunu satır. Və biz bunu çox alıb istifadə də edirik. Amma bu nə qədər düzgündür? Bu bizim sağlamlığımıza ziyan verirmi, vermirmi? Elçin müəllim, mən burada bir məqamı vurğulamaq istəyirəm. Bu gilə meyvəni toplayan bir qanun pozuntusu edir. Şəxsi istifadəçi üçün deyil, bunu ümumiyyətlə bazara çıxardır. Kütləvi olaraq satışını təşkil edir. Və bunu bazara kim icazə verir çıxartmağa? Burada aidiyyatı qurumların diqqəti çox önəmlidir. Bilirik ki, bazara məhsulu çıxartmaq üçün icazə lazımdır. İkinci məsələ də hələ aidiyyatı qurumun icazəsindən başqa da bazarın özünün bir daxili qaydaları var ki, o bazarda bu satışın təşkil olunması üçün icazə alınmalıdır və razılıq əldə olunmalıdır və bunu edən tərəf də burada məsuliyyətə cəlb olunmalıdır. Ona görə ki, bunu mən hardan gətirdiyimin mənbəyini məndən soruşmayan bir bazar rəhbərliyi var. Və mənə bir yer verir və mən orada məhsulumu satışa çıxardıram. Və bu təhlükəyə yayılmasına şərait yaradan amillər var. Mən bunu deməyə çalışıram. Zülfiyə xanım, mən üzr istəyirəm, amma mən bu sualı verəcəm. Meşədən toplanmış gilə meyvədən nə təhlükə ola bilər? Və yaxud da dağdan, çöldən, çəməndən mən tutaq ki, kəkotu yığıb gətirib satıram. Bunun nəyi pisdir ki? Biz niyə buna qadağalar qoyaq? Hələ mən əslində o adamlara sağ ol deyirəm ki, onlar o təbiətin qoynunda olan gözəl neymətləri min bir əziyyətlə toplayıb bizə təqdim edirlər. Biz də deyirik, yox, cərimə qoy, qalsın meşədə. Meşədə o belə pis çıxmasın, o qalan armudu ya ayı yiyəcək, elə ayı yeyincə cır armuddan gedir də söhbət. Biz özümüz yiyərik də. Min dəfə bağlarda yetişdirilən, müxtəlif dərmanlar vurulan və digər, nə bilim, hər şey başına oyunlar açılan meyvədənsə, bax, bu gilə meyvə çox faydalıdır. Bu əllə bir-bir yığılır. Yəni, bu nə pis çox faydalıdır. Əslində sağlam olarsa, Elçin müəllim, bunun heç bir ziyanı da yoxdur. Əslində biz hər zaman sizinlə mövzularda da bunu müzakirə etmişik ki, aqroturizm olsun, kənd məhsullarının daha da insanlara sosial rifahının yaxşılaşdırılması üçün bağında, bağçasında bitən hər bir tərəvəzi, meyvəni, gilə meyvəni fərq etməz, satışa çıxartsın. Amma biraz da bunların dərmanlanma prosesi varsa əgər. Amma yabani bitkilərdə düşünürəm ki, o qədər də təhlükə yəqin ki, yoxdur. Bəs mən də ona görə deyirəm, adamlar gedir, mən başa düşürəm, meşə fondu var, mən başa düşürəm, qırmızı kitaba düşən hər hansısa bir bitki var. Bəli, bilmirəm, o qırmızı meyvə və gilə meyvə. Bəli, qırmızı kitaba düşənləri kim salıb bu sual da maraq. Bəli. Amma bax, burada yəni təhlükə... Göbələk daha təhlükəlisidir bunun, Elçin müəllim. Göbələk çünki biraz özü də həssas bir bitki olduğu üçün, bitkidir də bu, bitki olduğu üçün deyirəm ki, yəni bu biraz təhlükəlidir. Amma gilə meyvələrin bazara çıxarılmasından məncə cərimələr də çox yüksək təyin olunubdur bununla bağlı. Cərimələr çox yüksək təyin olunubdur. Mən elə gəlir ki, bunu tənzimləməyin bir yolu bu ola bilər ki, yığılan məhsullar bütün standartlara uyğun olaraq qablaşdırılsın və bazara gətiriləndə də qanuna uyğun formada piştaxtaya çıxarılsın. O mərhələ, o başqa bir mərhələdir. Biz hələ yığanlara bu tətbiq olunan cərimədən gedir söhbət. Bax, gəlin, açıq danışaq. Sumaq istifadə edirsiniz də, düzdürmü? Sumaq Azərbaycan mətbəxinin ən faydalı bir məhsuludur. Yəni, onsuz ümumiyyətlə yağ xörəkləri ümumiyyətlə yemək sağlamlığa ziyandır. Bu sumaq da yabanı bitir. Hə, indi qadağa qoyacaq sumaq yığmağı və salam, bunun da kökü kəsildi. Və yaxud da... Amma gəlin düşünək ki, buyurun. Dağ yerlərində sumaqdır, kəkotudur. Məsələn, hər bölgənin özünə məxsus bir kəkotusu var. Tutaq, Daşkəsənin ayrı, Gədəbəyin ayrı. Onların dadı da fərqlidir və bir neçə növdədir bunlar. Bunu kənd əhalisi yığmayacaqsa, bəs bununla kim məşğul olacaq? Ya bundan əhali məşğul olmalıdır, ya fiziki şəxs, ya hüquqi şəxs. Şimdi o hüquqi şəxsə qədər gəlib çıxarır, bu vətəndaş getsin, yıxsın. Bilirsiniz, bax nə baş verəcək? O qadağa qoyulacaq,
Necə ki, indi Bakıda bir çox restoranlarda, özünü tərifləyən restoranlarda belə sumaq əvəzinə qırmızı süpürgənin bir növünü üyüdürlər, Bəli. biraz da rəhli karandaş qatıb satırlar sumaq adı ilə. İçinə də Bəli, limon bəli, duzu bəli. qatırlar ki, turş datsın. Bax, bunun sayı artacaq. Turş datsın.